Da, demək. Hə, deməli biz başlayırıq dərsimizə. Növbəti dərsimizdir bu. Начинаем наше следующее занятие. Yəhyanın müjdəsi ikinci hissə. Евангелие от Иоанна, вторая часть. Deməli keçən dəfə biz 1-ci fəsildən 12-ci fəslə qədər baxdıq. В прошлый раз мы рассмотрели с 1 по 12 главы. Bu günləri davam edirik. 13-dən sona qədər 21-ci fəslə qədər baxacağıq. Сегодня продолжаем с 13 по 21 главы. Deməli, birinci dərsdə nə öyrəndik? Чему научились на первом занятии? Öyrəndik ki, Yəhya kitabını deməli İsa Məsihin Allahın oğlu olduğu barədə yazdı. Мы видим, что Иоанн пишет книгу Евангелия про божественность Сына Божьего. Eləcə də Allahın sözünün bəşər olduğunu elan etmək üçün yazdı. И чтобы провозгласить Сына Божьего, который стал плотью. Nə idi onun yer üzünə gəlməsinin məqsədi? В чем была цель прихода Иисуса на землю? Deməli, məqsəd o idi ki, insanlara deməli həqiqi Allahı göstərsin. Цель была в том, чтобы явить людям настоящего Бога. Sonra nə gördük biz? Что мы дальше видели? Deməli, Yəhya bu məqsədə uyğun olaraq kitabın birinci hissəsini necə qurur, onu gördük. Мы видим, как Иоанн выстраивает первую часть книги соответственно этой цели. Görürük ki, İsa orada möcüzələr edir. Мы видим, что Иисус делает чудеса. Və görürük ki, özü haqqında çox cəsarətli iddialar irəli sürür. Yeri gəlmişkən, buradan səs yaxşı tutacaq. O qoşulmayıb o birisi şeylər. Yemişə, хорошо. И то, что Иисус делает громкие заявления о себе. Yaxşı. Və bunların mahiyyəti o idi ki, И их суть состоялась в том, bütün İsrailin tarixi elə İsa'ya işarə eləyirdi. что вся история Израиля указывала на Иисуса. Və bu iddialar elə bir Yəhudi rəhbərlərinin arasında müəyyən bir mübahisələr yaratmağa başladı. И эти заявления начали рождать споры среди иудейских руководителей. Onlar elə bir İsa'ya artıq ciddi ittihamlar başladılar irəli sürməyə. Они начали обвинять Иисуса в серьезных нарушениях. Və bu da deməli biz görürük ki, hadisələr hardasa gəldi, çatdı artıq öz kulminasiya nöqtəsinə. И мы видим, как эти события доходят до точки кульминации. Yadınızda haçan oldu kulminasiya nöqtəsi? Помните, где случилась эта точка кульминации? Yox. Yəhya 11-12-ci fəsildə nə etdi o? Иоанна 11:12, что он там сделал? Okay. Lazarı diriltdi. Воскресил Лазаря. Lazarın elə bir ölülərdən dirilməsi nə vaxt ki artıq o Yerusəlimə yaxın yerə gəldi və orada həmin ona qarşı elə bir ixtişaş biraz da başladı artmağa. Когда случилось вот это воскресение Лазаря из мертвых, они приближались к Иерусалиму, и вот тогда случилось вот это. Elə bil onu öldürmək üçün planlar Yəhudilər rəhbərlər tərəfindən biraz da gücləndi. То есть эти планы убить его со стороны иудеев, руководителей стали жестче. Yerə gəlmişkən, kitabın müəllifi haqqında biz keçən dəfə bir neçə mənbələri dedik, istinad etdik, yadınızdadır. Кстати, мы также отметили, какие могли быть источники этой книги. Və mən sonra baxdım, gördüm ki, mən deməmişəm onu ki, biz nəyə inanırıq? Я заметил, что мы не отметили, во что мы верим. Biz ona inanırıq ki, həqiqətən də Yəhyanın müjdəsinin müəllifi, onun şagirdi həmin o Yəhya idi ki, sonunda da deyirdi ki, sevimli şagird özünü adlandırır, o idi. Мы верим, что автором был все-таки сам Иоанн. Также он в конце книги упоминает, что возлюбленный ученик Христа. Okay. Deməli, beləliklə kitabın artıq ikinci hissəsi buradan başlayır. И вот так вторая часть книги начинается здесь. Yəni ki, Lazar dirildi və ixtişaşlar qalxdı İsa'ya qarşı, artıq onu öldürmək istəyirlər və indi biz keçirik kitabın ikinci hissəsinə. И Лазарь воскрес, обвинения против Иисуса увеличиваются.
И мы переходим ко второй 13-cü части. fəsildən 17-ci fəslə qədər birinci baxaq. 13 глава до 17 İndi ona baxırıq o hissəyə. рассматриваем. Orada son şam yeməyi var və son nəsihətləri var İsa'nın. Там есть последняя вечеря и последние слова Иисуса. Deməli burada biz görürük ki, İsa şagirdlərlə son axşamdadır. Мы видим, что Иисус вместе с учениками в последнем вечере, Və o bildirir artıq onlara ki, az qalıb vaxta. и Он им дает знать, что уже мало осталось Müəyyən времени, nəsihətlər verir. дает им рекомендации. Və biz inanılmaz bir hərəkət görürük 13-cü fəsildə. Həmin o axşam İsa nə edir? И мы видим удивительный поступок, что делает Иисус в Deməli, 13 o главе. özünü bir xidmətçi kimi aparır orada. Он ведет себя как служитель, поступает Baxmayaraq как ki, служитель. şagirdlərindən üstün idi, müəllim idi, elə deyil. Nесмотря на то, что он был учителем и был Amma biz выше görürük своих ki, учеников, o diz çökür şagirdlərin qarşısında, мы видим, что он преклоняет колено перед deməli, учениками, onların ayaqlarını yuyur, омывает им ноги, silir вытирает və их. o dövrün mədəniyyətində bu heç görünməmiş bir şey idi bəlkə. Kimsə müəllim öz şagirdinin ayağını yusun. И это было что-то невиданное в культуре того времени, чтобы учитель мыл ноги своему ученику. Bunu adətən statusu aşağı olan adam etməli idi. То есть это должен был делать человек статусом пониже. İsa isə nə edir? Но что делает Иисус? Yəni bir bu hərəkətlə bütün həyatının məqsədini simvolik olaraq işıqlandırır. Этим поступком он как бы освещает символически всю цель своей жизни. Həmin o fədakar məhəbbəti, Allahın onda olan o fədakar məhəbbətini göstərir. Он показывает эту самоотверженную любовь Бога. Deməli, bu nə idi? Bu əməl eləcə də qabaq bundan bir az sonra baş verəcək hadisəyə bir işarə idi. Это действие было указанием к тому, что произойдет чуть позже. Nəinki təkcə şagirdləri üçün o xidmətçi kimi oldu, amma bütün bəşəriyyətin günahını öz üzərinə götürəcək və əzab çəkəcək, fədakar qurban olacaq. Что он стал не только служителем для своих учеников, но также он будет самоотверженной жертвой ради всего человечества. Və eləcə də biz 13:34-də görürük ki, şagirdlərə öyrədir, deyir indi. Necə ki mən bunu etdim, siz də biri-birinizə qarşı və bu cür münasibətdə olun. И в Xidmətçiniz olun. 13:34 мы видим, что любите друг друга, как я возлюбил вас, так и вы Bir-birinizi любите друг sevin, друга. necə mən sizi sevdim, düzdür. Və bu yeri gəlmişəm, bu göstərici, bu sevmək onun şagirdlərini bütün dünyada olan başqa kəslərdən fərqləndirməli idi. И вот эта любовь, она должна была отличить его от всех других в мире. Və bu yolla dünya İsa'nın kim olduğunu və eləcə də onunla bağlı Allahın kim olduğunu bilməli idi. И таким образом мир должен был узнать, кто такой Иисус и кто такой Отец. Okay, biz indi ondan danışırıq ki, bizim atamız Мы сейчас говорим о том, səmavi ata məhəbbətdir. что наш Небесный Отец, Он есть любовь. İsa Məsih bu sevən kəsdir. Иисус – это любящий, Он любящий. Və eləcə də onun bütün şagirdləri və biz daxil, biz hamımız məhəbbətlə dolu olan bir kəslər olmalıyıq. И как Его ученики, так и мы, люди полные любви. Мы должны быть полны любви. Yəni bu xidmət imanların həyatında müqəddəs ruhun icra etdiyi bir şeydir. Это служение – это то, что производит Святой Дух в жизнях верующих. Deməli bu bizim xilasımızın səbəbi deyil, amma bizim xilasımızın nəticəsidir. Это не причина нашего спасения, но это результат нашего Bizim спасения. imanımızın, müqəddəs ruhun bizdə gördüyü işin nəticəsidir. Это результат нашей веры и действия Святого Духа в нас. Sonra biz 14-cü fəsildən 17-ci fəslə qədər görürük ki, İsa orada bir təlim verir. Потом с 13 по 17 главы мы видим, что Иисус преподает. Deməli, o nitq deyir və bu nitqi bir neçə təkrarlanan mövzu birləşdirir. Он
говорит тут речь, и несколько... Да. Deməli, bir neçə dəfə təkrarlanan deməli mövzular bu nitqi birləşdirir. Yəni И bu bir neçə эта речь mövzulardan ibarət. состоит из нескольких повторяющихся тем. İsa onlara bir neçə dəfə deyir ki, mən gedəcəyəm, tərk edəcəyəm sizi. Он nесколько раз им говорит, что я покину вас, Və şagirdlər kədərlənir bundan. ученики скорбят, Amma onlara başa salır ki, bu sizin üçün yaxşıdır əslində. и он им объясняет, что это для вас во благо. Çünki mən gedirəm və sizə müqəddəs ruhu göndərəcəyəm. Он говорит, что я вас покину и Nə deməkdir bu? пришлю вам утешителя, Святого Духа. İsa fiziki olaraq bir insan kimi bir yerdə ola bilirdi, elə deyil? Иисус физически мог быть в одном только месте. Amma indi o gedərək müqəddəs ruhu göndərəndə, müqəddəs ruh olaraq, deməli bu Allahın hüzuru eyni vaxtda hər yerdə ola bilər. Но теперь, когда он покидает, он присылает Святого Духа, который, как Дух, может находиться везде одновременно, Yəni bütün imanlarda da, yəni. в каждом верующем. Okay, ona görə biz bu günləri məsəl üçün deyirik ki, müqəddəs ruhun hüzuru bizimlədir. Eyni vaxtda da bəlkə dünyanın o biri başında kimsə toplantı edir, yaxud da nə isə bir şey. O da deyir ki, müqəddəs ruh bizimlədir. И поэтому мы сегодня можем сказать, что Святой Дух с нами, и в то же время в другой части мира верующий также может сказать, что Святой Дух в нем. Bəli. Bəli, bu da bizim bu da bizim Məsihin bədəni olaraq birliyimizi göstərir. И это также показывает наше единство как тело Христа. Və İsa eləcə də müqəddəs ruhun nə edə biləcəyini izah edir. И Иисус также объясняет, что Святой Дух сможет делать. Yazıda da o deyir, təsəlli verici gələcək. Он говорит, что придет утешитель. Deməli, Yəhyanın əvvəlcədən qeyd etdiyi kimi, yeganə Allahın özünə məxsus xüsusiyyəti ata ilə oğul arasındakı o sevgi münasibətləridir. Как отмечал Yəni Иоанн, ayəti var, что Allahın deməli özünə məxsus xüsusiyyəti bu ata-oğul arasında olan məhəbbət münasibətidir. такая особенность, присущая Богу, это любовь между отцом и сыном Eləcə də birlik münasibətidir. и отношение единства. Ona görə o Yaduzada da o duada deyir ki, necə biz birik ata ilə, qoy onlar da bizimlə bir olsunlar. И поэтому в своей молитве он говорит, как мы едины с отцом, пусть и они будут также едины. Və eləcə də necə bizim aramızda o könüllü məhəbbət var da, və qoy onlar da bu məhəbbətə qoşulsunlar. И как между нами есть вот эта добровольная любовь, пусть и они подключатся к этой любви. Və İsa eyni vaxtda iddia edir ki, həmin o müqəddəs ruh bu həmin Allahın məhəbbət hüzurudur. И также Иисус заявляет, что Святой Дух – это то самое присутствие любви Бога. Və bu imanlar arasında yaşayacaq. И Həmin o hüzur, həmin o müqəddəs ruh, həmin o sevgi münasibəti imanların arasında olacaq bundan sonra. эта любовь, это присутствие с этого момента будет среди верующих. Və bu da o deməkdir ki, bizi həmin o ata ilə oğlun arasındakı olan sevgi münasibətinə nə deyək ona, calaq edəcək, qoşacaq, şərik edəcək. И это также подключит нас к этим отношениям любви между отцом и сыном. Və beləliklə şagirdlər deməli eyni ilə o ağac budaq məsələsi kimi bir budaq kimi elə bil həmin o tənəyə bağlı olacaqlar da, qoşulacaqlar. И также ученики, как в притче с деревом и ветвями, будут как ветви, присоединенные к чему? Stol da, naверное, Стволу. Yazıda da orada İsa meynə və budaqlar haqqında bir şey danışır da, Помните, məsəl deyir. Иисус приводит притчу о лозе и ветвях. Və onu göstərir ki, deyir, mənsiz heç bir şey edə bilməzsiniz. Yəni budaq öz-özlüyündə bir şey edə bilməz, amma məndə olaraq siz o məhəbbətlə qidalanacaqsınız və bəhrələriniz olacaq. Он показывает, что когда Он лоза, мы сами по себе, как ветви, не можем существовать в отдельности от Него, но принесем плоды через Него. Məndə olmayan budaqlar yığılacaq və yandırılacaq. Yəni lazımsızdır. Bəli, o kəslər ki, iman etmir, o kəslər ki,
heç bir müqəddəs ruha şərikliyi yoxdur. Onların heç bir, əlbəttə ki, Tanrı ilə heç bir əlaqəsi də olmur. Также он там отмечает, что все остальные ветви, не присоединенные к лозе, будут собраны и сожжены. Это люди, которые не имеют ничего общего с Богом, и в них нет Святого Духа. Bu inanılmaz bir şeydir də. Hə? Это Qur'an ki, невероятно. bu inanılmaz bir şeydir. Ümumiyyətlə danışdığımız kimi deməli biz hamımız böyük bir deməli Məsihin bədəninin hissələriyik. Это невероятно, что все мы часть великого тела Христа. Və müqəddəs ruh məhəbbət vasitəsilə, buğumları vasitəsilə bizi bir-birimizə bağlayır. И Святой Дух присоединяет нас друг к другу через любовь. Və burada açar elə bir məhəbbət gedir hər yerdə. И здесь ключевое — любовь. Ümumiyyətlə Yəhya bu məhəbbət həvarisi idi, belə də deyə bilərik. И также мы можем сказать, что Иоанн был апостолом любви. Ona görə bu bizi səciyyələndirən bir şey olmalıdır bu həyatda, dostlar. И это должно быть то, что отличает нас. Mənim çox xoşuma gəlir ki, nə vaxt ki insanlar kilsəyə gəlir və onların etirafı bu olur ki, siz çox belə yaxşı mənada insanlar, qəribə insanlarsınız, bir-birinizi sevirsiniz, hazırsınız bir-birinizə xidmət eləməyə, kömək eləməyə. Мне очень нравится, когда люди приходят в церковь и замечают, что в церкви мы в хорошем смысле странные, что отличаемся тем, что любим друг друга и готовы помогать друг другу. Və mən inanıram ki, bu müqəddəs ruhun həmin o bayaq dediyimiz kimi o sevgini yaymasıdır, gətirməsidir, hamımıza sirayət etməsidir. Я верю, что это то самое, что Святой Дух приносит любовь и может распространять ее среди всех. Və İsa bu misalları çəkərək və bu deməli Yəhyanın müjdəsində o yerlərdə bunu göstərmək istəyir ki, Allahın şəxsi məhəbbəti elə bir insanın bütün həyatına necə sızır. И Иоанн, приводя эти примеры, хотел показать, что вот эта личная любовь Бога может просачиваться в жизни людей. Və bizi yeni insan edir. И она делает нас новыми людьми. Və bundan da artıq. И более того, Deməli, müqəddəs ruh İsa'nın davamçılarına onun missiyasını dünyada davam etdirmək üçün bir güc verir. И Иисус дает силу его последователям, чтобы Святой Дух дает Святой Дух силу Христа его последователям, чтобы продолжать и исследовать его миссии в этом мире. İlk ən böyüyü hansıdır? Onun Первое и самое великое. Bayaqdan onun haqqında danışırıq. Мы говорим об этом все время. Bir-birimizi sevmək. Любить друг друга. Böyük çağırış. Великий призыв. Bu inanılmaz bir missiyadır ki, bizə tapşırılıb. Это невероятная миссия, порученная нам. Əslində elə bu da məhəbbətə bağlıdır. Biz niyə görə gedib insanlara xoş xəbər deyirik? И это связано с любовью. Почему мы идем и делимся с людьми благой вестью? Qıraqdan buna belə baxmaq olar ki, bunların ağlı yoxdur yəqin ki. Nə üçün bu adam bilmir o kimdir, necə qarşılanacaq, bəlkə də onu döyəcəklər, vuracaqlar, amma gedir ona nə üçünsə danışır. O demək ki, onu sevir. Это выглядит странно, что почему человек идет и рассказывает кому-то что-то, зная, что его могут и побить, и не принять. Mən deyərdim, hətta bu radikal məhəbbətdir. Но он это делает из-за любви, и я бы сказал, что это делается из-за радикальной любви. Eləcə də bizim missiyamız həqiqətə şahidlik etməkdir. И также наша миссия — это быть свидетелями истины. Yaxşı. Deməli, biz İsa'nın sevgisini elan edərək başqalarını da onun iman etməsinə təşviq edirik. Провозглашая любовь Христа, мы также onların iman etməsinə elə bil ruhlandırırıq ki, onlar da iman etsin. Мы также способствуем ободрением к вере других. Niyə görə iman etsin? Çünki xilas ancaq iman vasitəsilə mümkündür. Почему способствуем именно уверованию? Потому что именно вера
через веру dается spasение. Adamlara gəlib demirik ki, siz bunu edərsiniz və ondan sonra Allah sizi qəbul eləyər. Bu cür Мы işləmir. не говорим людям, что ты должен сделать вот эти-то вещи, и тогда Бог тебя примет. Это так не Okey. работает. Ona görə biz bildiririk ki, xilas bu imanladır və əməllərə bağlı deyil. Поэтому мы даем знать, что спасение через веру и не связано с делами. Yaxşı. Sonra deməli İsa nə deyir onlara? Deyir ki, sizi təqib edəcəklər. Что еще говорит Иисус? Он говорит, что вы будете преследуемы. Necə məni təqib ediblərsə, sizi də təqib edəcəklər. Как меня преследовали, так и вас будут 15-ci fəslin преследовать. 18-ci ayəsində bunu deyir. 15 глава, 18 стих. Amma deyir qorxmayın. Но не бойтесь, Yaxşı. Çünki o dünyanı artıq məğlub edib. потому что Onu уже победил mir. он уже победил мир. 16:33-də. 16:33. Və sonra biz onun ardıcan deməli nə görürük? Burada yazıda keçən dəfə də dedik biraz mən var olanam sözü başlayır artıq. Mənəm və yaxud da deyə bilərik. После того мы видим вот эту фразу, где он говорит, что «Я есмь». Həmin bu elə bil ilahi addır və onu İsa bir neçə dəfə təkrarlayır bu parçalarda. «Я есмь сущий» — это божественное имя, и Иисус повторяет его в этих отрывках. 18-20-ci fəsillərdə 18-20. əslində o qələbənin deməli necə deyirlər, nə demək olduğunu izah edən bir parçadır o 18-dən 20-yə qədər. Fəsillər, hə. С 18 по 20 главы это отрывок, говорящий о провозглашении победы. 18-ci fəslin 1-ci hissəsində görürük ki, Yəhudi rəhbərləri göndərirlər artıq əskərləri ki, İsanı tutsunlar. В 18 главе мы видим, что римляне посылают солдатов, чтобы поймать Иисуса. Və əskərlər gəlirlər ora, deyirlər ki, kimdir İsa? Эти солдаты приходят и спрашивают, кто тут Иисус. Və İsa da onlara cavab verir ki, mənəm. И Иисус говорит, это я. Və biz görürük ki, onlar geri çəkilir və yıxılır. Видим, как они отступают и падают. Mən bilmirəm, siz buna nə vaxtsa fikir vermisiniz, niyə görə onlar bu adı eşidəndə çəkilib yıxılırlar. Вы замечали, почему они отступают и падают, когда слышат это имя? Bəlkə də bilirsiniz, yəqin ki, bilirsiniz. Возможно, вы знаете. Bilmirsiniz, niyə görə yıxılırlar? Не знаете, почему? Яхве, а Яхве это я есть, Мгм. его имя. Говорят свое имя, но только видишь, что они падают. Düzdür. Deməli, o Yunan dilində onun ekvivalent sözü, çünki Yəhya müjdəsi Yunan dilində yazılıb, orada deyir ego emi. На греческом он говорит эго эми. Bu həmin Allahın Musaya çıxış kitabında 3-cü fəslin 14-cü ayəsində dediyi o tetragrammaton söz Yahveh sözünün ekvivalent sözüdür. Это эквивалент слова тетраграмматона из еврейского Яхве. Və çıxış 3:14-də Musaya Allah deyir onu. И в Исход 3:14 Бог говорит это Моисею. Yazıda Musa soruşur ki, yaxşı, sən məni göndərsən, mən gedim cəmaata nə deyim, mənə kim göndərib? И Моисей там говорит Богу, что вот ты меня посылаешь, а что мне сказать людям, которые спрашивают? Okay, o da deyir ki, get, deyən ki, səni mən varam olan göndərir. И Бог ему отвечает, что иди и скажи им, что тебя послал сущий. Yəni onun nə əvvəli var, olub, nə də axırı var. O həmişə mövcud idi. То есть тот, у которого нет ни начала, ни конца, он существовал всегда. Və bu Yeşaya kitabında da bu söz dəfələrlə təkrar olunur əslində. И также это слово повторяется много раз в книге Исаии. Okay. Və indi İsa onlara deyir ki, mən varam. И вот Иисус говорит, я есмь. Soruşurlar ki, İsa kimdir? O da deyir ki, mən varam, mənəm. Кто тут Иисус? Он говорит, я есмь. Və bu Yəhudi əqli üçün inanılmaz bir şeydir. Onlar bunun qarşısında yıxılırlar. Onlar elə bil Allahla üzbəüz dayanırlar da, başa o başa düşürlər o. И nə deməkdir o. для иудеев это было нечто удивительное, что они понимали тяжесть этой фразы. Qorxurdular ondan. Okay. Они боялись. Və Yəhya öz hekayəsini burada incə şəkildə
elə bir belə maraqlı şəkildə qurub. И Иоанн построил свое повествование очень тонко в этой Deməli, həmin части. o mən var olan ifadəsini 2 seksiyadan ibarət deməli bizə çatdırır. Он доносит до нас эту фразу «Я есмь» в двух секциях. Yazıcıda keçən dəfə sual verdim, Natalia sən sual verdin də, 7 rəqəmini niyə görə çox sevirdi? В прошлый раз был вопрос, почему число 7 такое любимое. Aha. Və indi baxacağıq ki, həmin o mən varam olan 7 yerdə. И вот мы рассмотрим эту фразу «Я есмь» в 7 местах. Birincisi deyir ki, mən həyat çörəyiyəm. В первом месте это говорится, что я хлеб жизни, Bu 6:35-dədir. 6:35. Sonra deyir mən dünyanın nuruyam. Я свет миру, 8:12-də. 8:12. Və hamısında mən sözü nəzərdə o tutulur ki, yəni mən var olananda. И везде «я» имеется в виду сущий. Ya yesin. Üçüncüsü mən qoyunların qapısıyam. Я врата Дверь для овцам. Дверь овцам. 17-də dedi bu. 10:7. Sonra deyir mən yaxşı çobanam. Также говорит «Я добрый пастырь». 10-cu fəslin 11-ci ayəsi. 10:11. Sonra deyir ki, mən dirilmə və həyatam. Я воскресение и жизнь. 11-ci fəslin 25-ci ayəsi. 15:25. 11-25. 11:25. Sonra deyir mən yol, həqiqət və həyatam. Я путь, истина и жизнь. 14:6. 14:6. Və nəhayət 7-ci deyir ki, mən həqiqi üzüm tənəyiyəm. И седьмое я истинная лоза. 15:1. 15:1. Və Yəhya bunlara əlavə olaraq daha 7 epizod daxil eləyir bura. И Иоанн включает еще 7 эпизодов дополнительно. Dediyimiz kimi 7 onun sevimli rəqəmi idi, o 7-lərlə gedirdi. И он любил эту цифру 7 и повторял ее. Bu 4-cü fəslin 26-cı bəndindədir, ona özünüz baxacaqsınız. Hamısı mən var olanam kimi gedir, müxtəlif adlarla. Это в 4:26, 4:26, 6:20, 6:20, 8:24, 8:24, 8:28, 8:28, 8:58, 8:58, 13:19 13:19, və nəhayət 7-ci 18:5. 18:5. Sizdən sonra mən deyərəm tezdən, o yeri boş saxla, mən deyərəm. Deməli, mən varam deməsi ilə Allaha aid olan bu açıqlamanı edir. Он разъясняет в этих местах, там, где он провозглашает себя сущим. Aha. Yəni həm də bu ad Allaha aid idi, elə deyil? Потому что это имя также относилось к Богу. Və nəhayət bayaq dediyimiz yerə qayıdırıq ki, İsa artıq tutulur. O Getsemani bağında həmin o kulminasiya nöqtəsində o deyir ki, mən var olanam. Ego emi. И вот здесь его арестовывают, и он говорит эти слова «Я есмь, эго эми». Bir o ilahi adını, o gücünü, o qələbəsini orada bəyan edir. Он провозглашает эту силу божественного имени и победу. Və sonra nə görürük? Sonra görürük ki, artıq mühakimə başlanır və çarmıx gəlir. Потом мы видим, что начинается суд и приходит крест. Onu tutub aparırlar. Его увозят. O deməli özü barədə Allahın oğluyam bildirir. Он заявляет о том, что он сын Божий. Və İsrailin padşahı olduğunu iddia etdiyi üçün onu mühakimə edirlər. И его осуждают за заявление о царе Израиля, что он царь Heç Израиля. görmüsüz belə bir şey? Mühakimə edirlər insanı ölümə ki, sadəcə deyir ki, mən İsrailin padşahıyam. Вы слышали о таком осуждении на смерть, чтобы человек просто сказал, что я царь Израиля? Onun haqqında heç başqa bir şey tapa bilmədilər ki, düşünlər bu adam öldürüb, bu bunu eləyib, onu eləyib. Они не смогли ничего найти про него другого, чтобы убил человека или сделал то-то. 18-ci fəslin 2-ci hissəsindən 19-cu fəslə qədər biz bu parçanı oxuyanda bunu görə bilərik, baxarsınız özünüz.
Со второй части 18 главы до 19 главы вы можете это заметить. Deməli, əvvəlcə onu baş kahinin hüzuruna gətirirlər. Его сначала привозят к первосвященнику, Sonra onu aparırlar Roma valisi, prefektor nədir onun adı? Pilatın, Pontius Pilatın yanına. потом его уводят к префекту римскому Понтию Пилату. Və Pilat qanuna görə elə bil bunu ciddi şəkildə araşdırmalı idi əslində. И Пилат по закону должен был серьезно расследовать это Niyə дело. görə? Çünki o İsrailin taxtına iddia edir, deyir mən padşaham. Потому что этот человек говорит, что он царь Elə Израиля. bir siyasi müstəviyə qalxır da orada və То есть bu это vali kimi поднимается на onlar kontrol политический edirdilər уровень. əslində bütün o Yahudiya bölgəsini. И как prefect он должен был рассмотреть это, потому что они управляли именно этой иудейской Və зоной. onun Pilatın İsa ilə dialoqu başlayır orada. И здесь начинается диалог Пилата Və с dialoq Иисусом. vasitəsində Pilat başa düşür ki, bunun dediyi padşahlıq bu yer üzündən yox, amma səma başqa bir şeydir. И в ходе диалога Пилат понимает, что царство, о котором говорит Иисус, что-то другое. O Это başa не düşür ki, земное, а orada что-то səlahiyyət var, с qüdrət var. небес. Он понимает, что в этом есть божественная сила, власть. Və onun padşahlığı onun Pilatın olduğu deməli padşahlıqdan tamamilə fərqlənir. И его царство отличается совершенно от царства, которое видит Пилат. Yəni İsa'nın padşahlığı, onun dediyi mən padşaham, Pilatın başa düşdüyü padşahlıqdan fərqi onda idi ki, o deyir ki, yəni güc, əzəmət anlayışı tamamilə fərqlidir. То есть царство Иисуса, о котором он заявляет, и царство Пилата совершенно отличаются в аспектах власти и Əzəmət və güc. величия. Deməli, bütün dəyərlər onun padşahlığında deyir ki, bu dünyadan deyil, İsa'nın padşahlığında. И все эти ценности Иисус говорит, что не от этого мира, O в Allahın его царстве. xarakterini daha çox əks etdirən bir padşahlıqdandır. То есть это ценности, отражающие Божий характер. Sonra nə baş verir? Biz görürük ki, onu çarmıxa göndərir. Pilat məcburiyyət qarşısında qalaraq. Мы видим, что Пилат от безысходности отправляет его на крест, Və İsa çarmıxa vurulur. и Иисуса распинают на кресте. Və əslində bu bir qələbə idi. И на самом деле это была победа. Elə bil İsa dünyanı fədakar və sədaqətli məhəbbəti vasitəsilə xilas edirdi. Потому что Иисус спасал мир через самоотверженную и верную любовь. Və xilas da yalnız ona iman edənlər üçün işləyir. И спасение работает только для тех, кто верует в Него. Yaxşı, əməllərdən asılı deyil. Оно не зависит от дел. Sonra görürük ki, İsa'nın cəsədini götürürlər və qoyurlar bir məzara. Потом мы видим, что они забирают тело Христа и помещают его в Və гробнице. ən möhtəşəm hissə başlayır. И начинается самая Ki biz bu yaxında великая часть, onu которую gələn ayda Pasxa bayramı qeyd в edəcəyik. следующий месяц мы будем отмечать как праздник Пасхи. İsa'nın dirilməsi. Воскресение Иисуса. Həftənin birinci günüdür. Это первый день недели. Məryəm və ardıcında da başqa şagirdlər gəlirlər məzara. Мария и некоторые другие ученики приходят Və qəribə bir şey Qrabniца. tapırlar. Məzarın qapısı açıq, məzarın ağzı açıqdır, daş и yoxdur orada. они обнаруживают нечто странное, что дверь, камень в двери гробницы оттолкнут. Və 20-ci fəsildə görürük ki, İsa dirilib. И в 20 главе мы видим, что Иисус воскрес. Və biz görürük ki, birdən həmin dirilmiş Məsih Məryəmlə rastlaşır, onunla danışmağa başlayır. И мы видим, что воскресший Христос заговаривает с Марией. Və qeyd etmək istəyirəm ki, İsa'nın dirilişi Yəhyanın İncilindəki 7 möcüzədən ibarət toplu ilə bağlıdır. Также хочу отметить, что воскресение Иисуса тоже включено в одну из 7
Çudyas. чудес, описанных Иоанном. Gəlin baxaq, birincisi hansı idi? Yenə də Какое yetdi. было первым? Давайте рассмотрим. Kanada toyda suyun şəraba çevrilməsi. Это превращение воды в вино İkinci в fəsil. Кане İkinci fəsildə baş verir. во второй главе. Sonra ikinci şey, xəstə uşağın sağaldılması. Второе – это исцеление больного ребенка Bu dördüncü fəsildə baş verir. в четвертой главе. Sonra üçüncü şey, iflic olan oğlan sağalır. İflic Третье olan daha doğrusu sağalır. парализованный Beşinci исцеляется fəsil. в pятой главе. Dördüncüsü 5000 adam yedizdirilir. Четвертое – 5000 людей были накормлены Altıncı fəsildədir bu. в шестой главе. Beşincisi kör adam şəfa tapır. Пятое – это слепой обретает зрение Doqquzuncu fəsildədir. в девятой главе. Sonra altıncı şey, Lazar məzardan çıxarılır, dirildilir. Шестое – это Лазарь воскресает, 11-ci выходит fəsil. из гробницы в 11 главе. Və bütün bu hadisələr sonuncu bu 7-ci vacib olan möcüzəyə işarə edir. Все эти события указывают на седьмое последнее чудо. Və nə idi o 20-ci fəsildə? И Он это в воскрес. 20 главе İsa что он özü воскрес. dirilir. Və bu kitabın demək olar ki, kulminasiya nöqtəsidir. И это точка кульминации Buyurun. этой книги. Maraqlıdır ki, o da onu bastırandan sonra, o şeyi qoyandan sonra, İsa'nı bastırandan sonra, nağara qoyandan sonra daşı qoyur və o möhürlənir. daş qoyulur, möhürlənir. Dedi ki, o möhür 7-ci möhür sonu. O da maraqlı bir fikirdir. Elə bir o Xətm oldu. düzdür də, o möhür kimi. Еще интересно, что когда его кладут в гробницу, эта дверь, камень у гробницы запечатывается. İndi yazıda biz dedik ki, Yahya müjdəsi epiloqla bitir. И мы отметили, что Евангелие от Иоанна завершается эпилогом. Dirildikdən sonra İsa bütün şagirdlərlə yenə də görüşür. И Иисус еще раз встречается с учениками После воskresения. после воскресения. Və vəd etdiyi kimi müqəddəs ruhu onlara verməsi, deməli bu o deməkdir ki, müəyyən bir səlahiyyət ötürür onlara. И то, что Бог дает им Святого Духа, означает, что Он передает им определенную власть. Və bu o deməkdir ki, atanın ona ötürdüyü missiyanı indi o artıq bizim vasitəmizlə eləyəcək, şagirdlər vasitəsilə eləyəcək. И это значит, что Он будет теперь делать миссию, которую Бог передал нам. Отец передал ему, и он передает нам. Да, Отец передает эту миссию Ему, и Он передал эту миссию нам и будет производить ее в Ona нас. görə biz bir imanlılar kimi dostlar, biz böyük bir məsuliyyət daşıyırıq əslində. Поэтому, как верующие, мы несем большую ответственность. İsa yer üzündə olanda o müddətdə o çox produktiv idi, müjdəni yayırdı. Иисус во время своей миссии на земле был очень продуктивен в Sevirdi, распространении xəstələri Евангелия. sağaldırdı, nə bilim, Он любил, он исцелял kömək eləyirdi. больных, помогал. Okay. Və indi o bizə ötürüb bunu. И теперь Он передал это нам. Ona görə çox vacibdir ki, bu səlahiyyəti, vacibliyini anlayaq və bu cür yaşayaq. Поэтому очень важно понять важность этой ответственности и жить соответственно. Müjdəni yaymaq, Провозглашать Евангелие, deməli, şahadət etmək, свидетельствовать, insanlara xidmət etmək, bir-birimizi sevmək служить людям, любить друг друга və s. və s. и так далее. Baxın, ona görə deyirdi ki, gedin mənim şagirdim edin. И поэтому Он говорил, что идите и делайте учеников. Demirdi gedin sadəcə imanlılar edin, amma deyir şagird. Он не говорил, идите и просто делайте верующих, Dediyimiz kimi 21-ci fəsil, учеников. 21-ci fəsil bu epiloqdur. И 21 глава Nə idi orada? – это эпилог. Şagirdlər gedir balıq tutmağa, Ученики идут lовить rыбу, heç nə alınmır. ничего не получается. Və sahildə İsa onlarla görüşür. И на берегу их встречает Иисус. Deməli, əvvəl onu tanımırlar, amma sonra onun sevgiliyi şagird yer gəlmişkən tanıyır İsanı. Сначала они его не узнают, но потом его возлюбленный ученик узнает его. Tanımadığı vaxt Yaduzadə o deyir ki,
bir şey tutmusunuz, deyir yox. Deyir onda toru qayığın o biri tərəfinə atın. Когда они его не узнают, он спрашивает, поймали ли вы что-то? Они говорят нет, и тогда он говорит, что закиньте по левую сторону. Və onlar atırlar və tutanda bir daha əmin olurlar ki, hə, bunu deyən İsa idi, tanıyırlar onu. Тогда они ловят рыбу, и тогда они вспоминают, что да, это действительно Иисус. O da çox maraqlı bir şeydir. İsasız heç nə edə bilmirdilər. Тоже интересно, что без Христа они не могли сделать ничего. Balıqçılar İsasız balıq tuta bilmirdilər. Что рыбаки не могли lовить rыбу без Христа. İsa balıqçı deyildi amma. Иисус не был рыбаком. Və Yəhya burada şagirdlik haqqında bir mənzərə çəkir bizim üçün. И Иисус рисует нам картину о ученичестве. Ki İsa'nın davamçıları dünyada Yəni. ən təsir edən insanlar olacaq. Что последователи Христа будут самыми влиятельными. O mənada ki, dünyanı dəyişə biləcək, yaxşı mənada dəyişə biləcək bir insanlar olacaqlar. В плане, что они будут люди, которые смогут изменить мир. Bu ona görə yox ki, onlar nəysə belə ağıllıdırlar, amma onlar İsa'nın səsini eşidib, itayətkar olaraq, yəni ki, o ruhda aparılaraq təsir edə biləcəklər. Не потому, что они сами по себе такие умные, а потому, что они могут слышать голос Христа и в послушании делать и вести так, как Он хочет. Biz bir necə dəyişə bilərik dünyanı? Знаете, как мы можем поменять мир? Nə vaxt ki, onun dediyinə itaət edirik. Когда мы послушаемся Его словам. Yalnız o zaman onun həyatlarında necə hərəkət etdiyini həqiqətən onun həyatımızda necə hərəkət etdiyini görə bilərik. Только тогда мы можем видеть то, как Он действует в нашей жизни. Sonra biz görürük İsa nəhayət lap axırda Pyotrla danışır. В самом конце мы видим, как Иисус говорит с Петром. Ona deyir ki, quzularımı otar, bir xristian lideri kimi elə belə ona bir tapşırıq verir. Он говорит, паси мое стадо, и поручает ему должность христиanского лидера. Və Pyotr bildirir ki, Pyotr elə bir gün öz həyatını İsa kimi o da qurban verəcək. И также дает ему знать, что Петр тоже окончит жизнь тем, что отдаст свою жизнь, как Иисус. Amma kitabın sonu bitir Pyotrla yox. Но книга завершается не на Петре, Bitir həmin o bu İncilin müəllifi olan İsa'nın sevdiyi şagird Yəhya ilə. а завершается именно самим автором этой книги, возлюбленным учеником Христа. Bəli, onun vəzifəsi bəlkə Pyotr kimi xristian imanını yaymaqda rəhbərlik etmək deyildi. Да, возможно, у него миссия не была руководство в распространении Евангелия, как у Петра. Amma o uzun ömür sürüb də, düzdür? O Patmos adasına aparılmışdı orada. Prожил Öz əcəli долгую ilə жизнь, ölmüşdü. был отведен на остров O Патмос. biri həvarilər öldürülmüşdü. Yeganə öz əcəli ilə uzun Единственный, кто ömür среди sürən biri. учеников умер своей Onun смертью. vəzifəsi nə idi? В чем было его дело? İsa'nın haqqında o şəhadət etsin. Свидетельствовать о Христе. Yəhya müjdəsini yazsın. Написать Евангелие от Ki Иоанна. bugün bu kitabı oxuyanlar iman etsinlər. Чтобы сегодня читающие эту книгу могли uверовать. Mahiyyətinə görə deməli İsa Məsih Allahın oğlu haqqında demək olar ki, ən inanılmaz möcüzəli bir hekayəni bəlkə də yazıb Yəhya. По сути, Иоанн написал самую İnanılmaz, yəni gözəl bir əsər самую yaradır. прекрасную и невероятную историю о Сыне Божьем. Yəni belə. Bu Yəhyanın İncili idi dostlar. İki hissədən ibarət Это biz keçdik Евангелие от Иоанна. Мы ее прошли в 2 части və bununla da bitirdik. и завершили на этом. Amin. Biz indi biraz fasilə edəcəyik Сейчас мы проведем небольшой перерыв və biz xahiş edəcəyik Samir müəllimdən и попросим Самир Мәлима. lap axırda istəyirsiniz. Okay, onda biz ikinci dərsimizi keçəcəyik bəlkə Həvarilərin İşləri kitabını Или мы проведем второй урок, книгу «Деяния апостолов». və sonra Samir müəllim də bizə kommentariy verəcək. И Самир Bizdə Мәлим kimsə var orada? поделится kоротким комментарием. Замечательно. Hər şey eşidilir, hər şey qaydasındadır. Hansı?
Ah, Bizde dönem. da. 6.26, 6.20, 8.24, 28. 58. Deməli Bir epizod var. 8 4.26, 6.20, 8.24, 8.28, 8.58, 13.19, 18.5. 19. 18.5. Üzr istəyirəm. Dostlar, suallarınız bəlkə var. Yaxın Может, у вас есть вопросы Ya kommentariya var. или комментарии? Nə xoşunuza gəldi, nə xoşunuza gəlmədi. Bu 4 müjdədən ən çox hansı müjdə xoşunuza gəlir? Oxumusunuz hamısını? У всех по-своему. Hərəsinin öz yeri var, düzdür. И Анна. Ну, кому как, да, мне тоже нравится очень Иоанна. Но потом в какой-то момент мне Марк очень нравился, потому что лаконичный очень. Тук-тук-тук-тук-тук. Aha. Мне очень нравился Марк тоже. М. Потом уже. Сначала, конечно, был Иоанн. Okay. Aylin, Матфей тебе какой больше нравится? раскрывает. Мне нравится, что они есть все, потому что это значит, что несколько свидетелей того, что делает Иисус. Мне нравится, под каждым настроением, под каждым людям есть свое описание, и каждому тоже. Мгм. Каждый видел, как ему говорят, лаконично. Кому-то хочется побольше деталей, побольше. Просто побольше. Мгм. Просто больше хочется почитать. Почему-то я каждый раз забываю Бурана, что когда они его пришли арестовать, он говорил, что да, я есть манипулятор. Я такая, ой, как вспомню, как же это смешно. Вы пришли как на разбой, куча солдат, и даже Прикольно. А, Да. кстати, почему они падали, если это были римляне, кто пришел его арестовать? Не, это не Rimli. Не? Фарисеи все-таки? Başkahin göndərdi öz. Başkahinin mühafizəçiləri idi. Bəli. Qabaqda da Yahudiler gedirdi. İskariot. Ну да, Искариот же привел этих самых людей. Кстати, А, вот да. они по правую руку, он сказал, по правую руку закиньте. А ты сказал по левую. Я не знаю, ты тоже сказал? Я сказал Не, другую да, по сторону, другую. чтобы не Другую ошибаться. сторону, да? Самый верный Правда, путь. да. Я не помню, какую сторону. Лучше на другую сторону. Bakın. Ben bildim ki Я стадион. там была правая. Причем залезла, проверила. Думаю, там... Я Между прочим, почему-то по похоже, левую два помню. раза было, да, такое? Поэтому Да, я да, не поэтому помню. Иоанн сказал, как- что Иисус, это Иисус. Он сказал, Ага. что это по правую руку. А, Первый раз, когда они тоже ничего не поймали, помнишь? Ага. И он тоже сказал, что закиньте Правый? по правую. Да, и Петр сказал, типа, мы всю ночь... Понятно, понятно. И потом, когда интересно. Иоанн на это сказал, что Окей. это Иисус. Поправайте. По правую руку, да. По Потому правую. что он же сидит по правую руку от отца. У меня Ну, почему-то это не, связано. не, я не знаю, я это не связано. про это. Но у меня в голове это связка, что правое, Ага, правое ага. все время, да, понимаете? М. Не потому, что там он из-за этого, да, просто связка в голове сидит. Я думаю, как левая? У меня в голове не левая. Ну, сейчас проверю. Да. Аминь. В этом где-то есть, кажется, в Луке описано, да, где они поймали сколько-то рыбы, там Ага. 214 или 500, 500. 153. Да. 153. Сколько было споров над этим, почему именно вот это. Там какие только цифры не придумывали, чтобы оправдать эту цифру. Да, и чё? И как оправдали? Никак, ну, как бы каждый по-разному, Ну но на самом деле там Привет. нет ответа. Просто Да. цифры. Цифры, да. Hələlik çaylarımızı hazırlayın dostlar. İndi biz keçəcəyik ikinci hissəyə. İkinci hissə. Подготовьте ваши чаи, друзья. Мы перейдем ко второй части. İndi bizdə Barnabanın İncili olur. У нас будет Евангелие от Варнавы. И Варя. 4 dənə İncili qutarda keçmiş Rafakoy. Фома. Da, zarf deyirəm. Hakkında biz kilsə tarixində. Kilsə tarixində, hə, sən Var müəllim olan deyil. Hristiyanlıq və siyasət məlumatları var. Bu kilsə tarixi dərsində М, onlar mütləq olaraq toxunulur. мгм. Bu da tarixi bir fakt. Okay. İçində bu çox belə dünyada tartışmalıdır. Dünya onu Это он tartışır. что-то делал. Мгм. Мне